Salam dostlar, Polyak dilinə öyrənmə maceramıza xoş gəlmisiniz. Bugün biz dilin tam ürəyinə, yəni ən vacib mövzulardan birinə baş vururuq. İndiki zaman. Yəni, Polyakça desək, czas teraniejszy. Gəlin birlikdə bu mövzunu fərq edək. Baxın, bu stat hər şeyi deyir. Bu sadəcə bir qrammatika qaydası deyil dostlar. Bu, bildiyiniz sərbəst danışığa açılan qapının düz yarısıdır. Ona görə də diqqətinizi toplayın, çünki bugün atacağımız addım həqiqətən də çox böyükdür. Qarşımızdakı yol xəritəmizə bir göz ataq. Əvvəlcə feillərin niyə bu qədər kritik olduğunu anlayacağıq. Sonra, 3 əsas feil qrupunu asandan çətinə doğru addım-addım öyrənəcəyik. Daha sonra, işinizi asanlaşdıracaq qızıl qaydaları kəşf edəcəyik və nəhayət, dərhal istifadə etməyə başlaya biləcəyiniz ən vacib 5 feilə baxacağıq. Hazırsınız? Yaxşı, gəlin başlayaq. Feilləri düzgün hallandırmaq üçün hər şeydən əvvəl bilməliyik ki, hərəkəti kim edir. Buna görə də işə bütün cümlələrimizin bünövrəsi olan şəxs əvəzliklərini sürətli bir şəkildə xatırlamaqla başlayaq. Gəlin sürətli şəkildə üstündən keçək. Ya, mən, ty, sən, on, ona, onu, kişi, qadın və orta cins üçün o, mı, biz, vı, siz və oni, onlar. Bunları mütləq əzbər bilməliyik, çünki bütün feillərimizin sonluqları məhz bu əvəzliklərə görə dəyişəcək. İndi isə gəldik ən rahat, ən çox yayılan qrupa. Bu, sanki bir isinmə hərəkəti kimidir. Birinci qrup polyak dili feillərinə başlamaq üçün mükəmməl bir yoldur, çünki qaydaları çox aydın və sadədir. Gəlin bu qrupun məntiqini çitat, yəni oxumaq feili üzərində anlayaq. Baxın, nə qədər məntiqlidir. Ya üçün sonluq həmişə m olur, çitam, ti üçün isə ş, çitaş. Digər şəxslərə də baxın, m çitamı, v çitati, oni çitayum. Bu sabit qayda ilk qrupu öyrənməyi uşaq oyuncağına çevirir, elə deyilmi? Deməli, qızıl qaydamız nə oldu? Əgər mən deyiriksə sonu mım, sən deyiriksə sonu sız. Vəssalam. Bu qayda, məsələn, meşqac, yəni yaşamaq və koxac, yəni sevmək kimi digər çox populyar feillər üçün də eyni ilə keçərlidir. Yəni, ya meşqam, tı koxaş. Yaxşı, birinci qrupu anladıqsa, digərləri də bunun üstündə qurulub. Heç narahat olmayın, məntiq eynidir, sadəcə sonluqlarda kiçik fərqlər olacaq. Gəlin baxaq. İndi isə ikinci qrupdayıq. Nümunəmiz moviç, danışmaq. Buradakı əsas fərq nədir? Baxın, mən üçün artıq əm yox, deyirik, ya movi. Sən üçün isə şıs yox, işs olur. Ty moviş. Yəni, birinci qrupun am və aş sonluqları burada və is ilə əvəzlənir. Aha, ikinci qrupla bağlı kiçik amma vacib bir detal var. Əgər feilin kökü ş, ç, z kimi sərt samitlərlə bitirsə, sən formasında iz demək biraz çətin olur. Ona görə də dil bunu asanlaşdırır və biz iş işlədirik. Məsələn, uçişsə feilində te uçişsə deyir. Üçüncü qrupda isə bir balaca sürpriz var. Bəzən feilin kökündəki samit dəyişir. Məsələn, pisać, yəni yazmaq feilinə diqqət edin. Ya pişə, ti pişəş. Görürsünüz, kökdəki s səsi ş səsinə çevrilib. Amma qorxulu deyil, çünki sonluqlar n və s demək olar ki, ikinci qrupla eynidir. Cədvəldə digər formalarda aydın şəkildə görürsünüz. Yaxşı, bütün bu qrupları gördük. İndi gəlin işinizi super asanlaşdıracaq, sizə zaman qazandıracaq bəzi qızıl qaydalara, yəni kiçik hilələrə baxaq. Bunları heç vaxt unutmayın. Bu 3 qayda sizin can qurtaranınız olacaq. Bir feilin sonu m ilə bitirsə, bu 100% biz deməkdir. Əgər c ilə bitirsə, bu mütləq siz deməkdir. Və onlar forması da həmişə yon və ya on ilə bitir. Bir feilin sonuna baxıb kimdən söhbət getdiyini dərhal biləcəksiniz. Və bu möhtəşəm bir ipucudur. Eyni ilə bizim dildə olduğu kimi. Biz mən gedirəm əvəzinə çox vaxt sadəcə gedirəm deyirik. Düzdürmü? Polyaklar da eynən belə edir. Ja, mieszkam w Warszawie demək olar, amma mieszkam w Warszawie desəniz, sizi eşidən polyak dərhal biləcək ki, siz bu dili daha təbii danışırsınız. Feillərin yanında tez-tez bu balaca siye sözünü görəcəksiniz. Ondan qorxmayın. Bu, sadəcə bəzi feillərin ayrılmaz bir parçasıdır və hərəkətin insanın özünə yönəldiyini göstərir. Məsələn, nazivaytsi, adlanmaq. Ən yaxşı tərəfi odur ki, bu siye heç vaxt dəyişmir və adətən feildən sonra gəlir. Məsələn, ya nazivamsi. Və gəlin bir də təkrarlayaq. Bu çox sürətli bir yoxlama metodudur. Polyakça bir cümlə eşidəndə feilin sonuna qulaq asın. Sonu memdirsə, bilin ki, söhbət məndən gedir. Sızdısa, səndən. Bu qədər sadə.
Nəhayət, gəldik ən praktik, ən ləzzətli hissəyə. Gəlin gündəlik həyatda sizə ən çox lazım olacaq feillərə baxaq. Bu, sizin polyakça danışmaq üçün başlanğıc paketinizdir. Baxın, bu iki feil sizin həyatınızı xilas edəcək. Kçiet, yəni istəmək və moc, yəni bacarmaq, edə bilmək. Niyə bu qədər vacibdir? Çünki bunlardan sonra gələn ikinci feilə heç nə etmək lazım deyil, məstər formada olduğu kimi qalır. Məsələn, yaxçı piç, mən içmək istəyirəm, piç feili dəyişmədi. Super, elə deyilmi? Və budur, sizin ilk ev tapşırığınız. A1 səviyyəsi üçün sizin top 5-liyiniz. Есть, yemək, piç, içmək, prasavat, işləmək, vědět, bir məlumatı bilmək və znать, bir insanı və ya yeri tanımaq. Bu feilləri götürün, hallandırın, cümlələrdə işlədin, görəcəksiniz ki, polyakçanız bir anda necə canlanacaq. Və bitirməmişdən əvvəl sizə kiçik bir bonus məlumat da verim. Bu çox maraqlıdır. Polyak dilində indiki zamanla həm də gələcəkdən danışa bilərsiniz. Yəni, jutru pracuya desəniz, bu sabah işləyəcəyəm deməkdir. Bir güllə ilə iki dovşan. Beləliklə, bugünlük bu qədər. Ümid edirəm ki, polyak dilinin indiki zamanı artıq sizin üçün bir sir deyil. İndi isə növbə sizdədir. Aşağıda şərhlərdə öyrəndiyimiz feillərdən biri ilə bir cümlə yazın. Məsələn, "Żachce mówić po polsku". Həvəslə cavablarınızı gözləyəcəm. Növbəti izahlarımızda görüşənədək. Cześć!